izləyicilər, hər birinizi Xonçadan söhbətlərin yeni bölümündə xoş gördük. Bugün həmişəki kimi Rəna xanım bizimlədir və qonağımız var Elvin bəy. Elvin bəy Xonça Şinyat evinin baristasıdır. Xoş gəlmisiniz. Çox sağ olun, minnətdaram. Rəna xanım, biz sizinlə keçən bölümdə bəzi qəhvə növləri barədə məlumat verdik. Moka haqqında danışdıq, Cappuccino'nun tarixi haqqında danışdıq və bizim əslində Xonça Patisserie-də 13 növdə qəhvə təqdim olunur. Elvin bəy, mən istəyərdim bu qəhvələr haqqında qısaca məlumat verək, həm tarixlərinə deyək. Salam, hər vaxtınız xeyir olsun. Hər ikinizə təşəkkürümü bildirirəm ki, qonaq çağırdınız məni. İlk öncə özümü tanıdım, özüm haqqında danışım. Mən Qubadov Elvin, 24 yaşım var. Azərbaycan Universitetinin Biznes və İqtisadiyyat fakültəsini bitirmişəm. 2009-cu ildən barista fəaliyyətinə başlamışam. Bakının populyar restoranlarında işləmişəm və son olaraq Xonça Şinyat evində barista fəaliyyətinə başlamışam. İstəsəz menyumuz haqqında danışaq. O zaman ilk öncə espresso ilə başlayaq. Tamam, əlbəttə ki, başlayaq. Espresso təkcə intensiv bir fincan deyil, lattedən amerikanoya qədər günümüzdə olan modern içkilərin əsasıdır. Trenddə olan südlü içkilərin və südlü qəhvələrin təməlidir. Espresso italyan dilində express təzyiqlə əldə edilmiş və ya tez ekspres mənasını verir. Espressonun tarixi isə 19-cu əsrin sonlarında sənayeləşmə nəticəsində meydana gəldiyini desək yalan olmaz və bir çox etaplardan keçərək hal-hazırdakı halını almışdır. Espressonun daha yaxşı formasını ala bilməsi üçün onun üyütmə dərəcəsidir, təzyiqidir, suyun istiliyidir, saxlanma şəraitidir. Mütləq həssas meyarlara riayət olunması mütləqdir. Yaxşı bir espresso alması üçün 36-40 mg intensivində, tünd qəhvə rəngində, yəni əsl espresso belə olur. Və mən espressonu dadını daha yaxşı ala bilməsi üçün yanında mütləq bir fincan yanında su ilə təqdim etməyi sevirəm. Əslində Rəna xanım, qəribə bir şəkildə İtalyanlar çox vaxt espressoya Amerikalılar və yaxud digər əcnəbilər espresso deyə müraciət edəndə çox maraqlı bir şəkildə əsəbləşirlər, amma doğruluq payı da var demək ki. Yəni sözün kökünün gəlməyi ekspres sözündən də bağlıdır. Elvin bəy deyirsə, demək ki var. Espressodan danışanda əslində bir balaca da mən Amerikanonun tarixi barəsində danışmaq istəyirəm, çünki çox maraqlı bir tarixi var. İkinci Dünya müharibəsi sırasında İtalyanlar işğal altında olanda İtaliya, Amerikalılar onları belə deyək, xilas etmək üçün ölkəyə gəlirlər və Amerikalı əsgərlər İtaliyada baristalardan həmişə kofe sifariş eləyəndə yanında kiçik bir stəkanda isti su istəyirdilər. Və zaman keçdikcə İtalyanlar bu sifarişin qeyri-adiliyi qarşısında bir balaca da Amerikalıları, necə deyirlər, onlara ilişmək üçün buna kafe americano deməyə başlayırlar. Və beləliklə bizim hal-hazırda bildiyimiz isti su ilə qarışdırılmış espresso, yəni americano içkisi yaranır. Zərifə xanım, qəhvə haqqında versiyalar təbii ki çoxdur. Mən də bu americano haqqında başqa bir versiya eşitmişəm. Düzdür, Amerikanlar İtaliyaya gəlirlər və kafedə qəhvə sifariş eləyirlər. Öz fincanları ilə. Bəli, öz fincanları özü ilə gətirirlər. Espresso balaca olur axı. Bunlar isə böyük fincan verirlər. İtalyanlar onda götürürlər, espressonu isti su ilə qatırlar. Miqdarı artırmaq üçün. Bəli. Və gələn dəfə Amerikanlar gələndə İtalyanlar soruşurlar, americano, yəni siz Amerikalısınız, bu kəlmə də americano, mən eşitdiyimin versiyasına görə oradan gəlir. İndi də izləyicilərə bilmirəm hansı versiya daha maraqlı olar. Hər ikisi də bu arada məntiqə uyğundur. Yəni İtalyanlar espressonu kiçik fincanda içirlər və bunlar öz fincanlarını gətirəndə bunu nətər doldurmalıdırlar espressonu böyük fincana. Ona görə isti su ilə onları qarışdırmağa başlayırlar. Yəni versiyada biri belədir. Hətta bir baxıma məncə qiymətdə sərfəli olmasına da gətirib çıxarır. Ola bilər. Yəni ki, bunlar sual verirlər ki, siz Amerikalısınız. Americano kəlməsi də qəhvə adını oradan götürür.
Hər ikinizin versiyası maraqlıdır. Mən də bu Amerikan haqqında bəzi şeylər demək istəyirəm sizə. Amerikanonun, yəni tarixi hər ikisi belədir. Amerikano 1 və 2 şat espressodan, üzərinə 90-94 dərəcə istilikdə və 120-180 milli su əlavə olunur. Müştərilərimizin ən çox verdiyi suallardan biri bundan ibarətdir ki, espressonun üzərinə su və yaxud da suyun üzərinə espresso, yəni bunlar arasındakı fərqi nələrdir? Yəni biz bunu gəlin fərqliliyi araşdıraq. Espressonun üzərinə su əlavə olunanda bildiyimiz kimi espressonun üzərində zəncin krema qatı olur və onun üzərinə su daxil olarkən onun kreması dağılır və acılığı itir. Və bu əsl amerikano sayılır. Lakin bəzilərinə görə onun acılığın itməməsi üçün suyun üzərinə espresso əlavə olunur. Yəni biz müştərilərimizin ağız dadlarına uyğun olaraq hər iki versiyada verə bilirik. Daha sonra menyumuzda Ice Americano deyilən bir içki də vardır. Bu da Amerikanonun buzlu formasıdır. Və daha sonra Tonic Espresso deyilən bir içki də vardır ki, bu da bizim menyumuzda vardır. Tonic Espresso, tonik suyu və espresso olur. Zövqə ağız dadına görə isə limon suyu və mandarin suyu əlavə olunur. Ümumiyyətlə bir şey soruşmaq istəyirəm. Tonik suyu ilə bizim bildiyimiz adi qazlı su arasında bir fərq var? Tonik suyu madem suyu deməkdir. Yəni madem suyu daha biraz turş dadı gəlir ondan, amma sadə su isə bildiyimiz, yəni sadə sudur. Sadə qazlı su ilə nə arada fərq var? Sadə su, qazlı su yox, sadə filtr suyu, yəni bizim bildiyimiz hər hansı bir sular aiddir. Mən isə zadından demək istəyirəm ki, mən acı qəhvə sevirəm və mənim üçün vacib olan bu acı dadı belə önə çıxmasıdır və intensivliyi çox yüksək qəhvəni sevirəm. Evdə isə qızım Qədərlə heç vaxt zövqümüz üst-üstə düşmür. Mən daha acı, sərt qəhvəni çox sevirəm. Qızım isə daha südlü, daha belə yüngül bir qəhvələri təbii ki seçir. Qeyd etdim ki, mənim qızım südlü qəhvəni çox sevir və bugün də biraz bu haqda danışmaq istəyərdik. İtaliyada latte dediyində sizə sadə süd gətirəcəklər. Ona görə də biz nə deməliyik? Kafe latte. Elvin bəy, bu barədə bizə nə məlumat verə bilərsiniz? Kafe latte bildiyiniz kimi, yəni hamının xoşladığı südlü qəhvələr arasındadır. Baristalar üçün, yəni öz məharətlərini göstərmək üçün, Zərifə xanımın qabağında da gördüyünüz kimi latte var. Yəni baristaların əl məharətidir, dizaynıdır, yəni öz fikirlərini məharətli göstərmək üçün, yəni belə bir ideya sürürlər. Bizim menyumuzda da gördüyünüz kimi cappuccinodur, flat white'dır və kafe latte vardır. Bunların arasındakı isə fərqlər bundan ibarətdir ki, süd köpüyüdür, espressodur və onun südüdür. Gəlin bunlar haqqında fərqlilikləri danışaq. Latte bir şat espressodan, südün qalınlığı 0.5 və köpüyü az bir miqdarda olmalıdır. Yəni bunun standartı budur. Cappuccino isə 1 və 2 şat espressodan həmin miqdarda süd və köpük olur. Flat white isə daha çox sərt sevənlər üçündür. Həm südün, həm də kofenin dadını daha yaxşı ala bilməsi üçün, yəni flat white içkisindən istifadə edirlər. Qəhvə haqqında bilmədiyimiz çox məlumatlarımız var deyəsən Zərifə xanım. Qəhvə hazırlayanda ümumiyyətlə südün yağlılıq dərəcəsinə biz diqqət edirik. Əlbəttə ki, bəli. Yəni 3.2 və 3.5 arasında olmalıdır mütləq ki. Ondan az olanda, yəni istədiyimiz kremanı ala bilmərik. Ondan çox olanda da, yəni daha çox olacaq deyə, yəni bizim hazırladığımız kofelerin tərkibi dəyişəcəkdir. Ona görə də 3.2-3.5% aralığında yəni istifadə edə bilərik.
Əslində bu hekayə 1996-cı ildə Moskvada cərəyan eləyir və Rafael Timarbayevin adı ilə bağlıdır. Belə ki, Coffee Bean adında bir kofe şopu var bu insanın və kafenin acı dadını sevmədiyi üçün ki, bütün hekayələrin də başlanğıcı buradan başlayır demək olar ki, kofenin acı dadını nəyəsə görə insanlar sevmirlər və bunun üzərində müəyyən dəyişikliklər eləyirlər deyə bizim indi bu qədər fərqli qəhvə növlərimiz var. Nəticədə bu insanın kafesində 3 baristanın bir araya gəlməsi ilə birlikdə bizim hal-hazırda bildiyimiz Raf adlı içki meydana gəlir. Rafın tərkibi bəzən elə bilir ki, espressonun üzərinə qaymaq və vanil şəkəri qatır. Xeyr, bu belə deyil. Yəni bunun standartı var. Yəni hər içki olduğu kimi rafın da bir standartları var. Rafın standartı espressodur, vanil şəkəridir və qaymaqdır. Bunların hamısını birlikdə pitserdə qaynadıb fincana əlavə edirik. Rafın da mən də raf haqqında biraz danışsam, yəni raf Rafael Timarbayevin adından götürülmüşdür. Bir dəfə hər hansı bir məkanda olarkən dostlarla birlikdə rafın hazırlanmasını istərmişdi və Rafael bunun dadına baxaraq bəyənmişdir. Daha sonra isə dostları həmin məkana gələrək Rafaelin içkisindən istəmişlər. Buna görə də, yəni bununla da həmin bu Rafın sözü Rafaelin adından götürülmüşdür. 2018-ci ildə isə bütün MDB ölkələrində bu məşhurlaşmışdır. Yəni bizim menümüzdə də bunun 3 növü mövcuddur. Rafın klassiki, Raf duzlu karamellə və Raf malina kakos növləri vardır. Yəni hər bir damaq zövqünə uyğun Raf mövcuddur bizdə. Siz bilirdiniz bu qədər raf çeşidi olmaz. Və mənim də ən sevdiyim Zərifə xanım dediyi kimi mən acı bir qəhvə sevmədiyimə görə qabağımda Raf klassik var. Yəni hər zaman içməsəm də həftədə ən azı 1-2 dəfə içməyi sevirəm. Tanıdığım baristalar arasında yeganə insansınız ki, acı qəhvə sevmirsiniz. Bizim də zövqlərimiz üst-üstə gəlməyəcək sizinlə. Mən də bir qənnatçı olaraq Affogato haqqında danışmaq istəyirəm. Bildiyimə görə Affogatonun tərcüməsi boğulmuş deməkdir və hazırlanır acı qəhvə ilə və dondurma ilə. Acı sevdiyim üçün tam belə mənim damaq dadıma uyğun olur. Siz nə bilirsiniz bu haqda? Bizə nə deyə bilərsiniz? Affogatonun tarixçəsindən nə danışa bilərsiniz? Bir top İtalyan dondurması və yeni çəkilmiş qəhvədən hazırlanır. Yəni burada əsas meyar dondurmanın əriməyən olmasıdır və sizin hal-hazırda qabağınızda içdiyiniz içki vardır ki, inşallah bəyənərsiniz o içkini. Deməli, əslində burada məqam ondan ibarətdir ki, bizim istifadə etdiyimiz dondurma gelato olmalıdır, İtalyan dondurması. Çünki digər dondurmaların ərimə dərəcəsi daha aşağıdır, anladığım qədərilə. Və espresso ilə qarışanda çox tez əriyirlər. Maraqlı içkilərdən biri də əslində Coffee Bumble'dır. Mənə görə sosial medianın trendlərinə uyğun olan və sosial medianın məşhurlaşdırdığı içkilərdən biridir. Mənim şəxsən ağız dadıma xitab eləmir, lakin sevəni də çoxdur. Bu barədə fikirləriniz nədir? Bu barədə fikirlərim, bəli, trenddə olan soyuq içkilərdən biridir. Onun tərkibi portağal şirəsi, karamel sirobu və espressodur. Bu bəzi insanların ağız dadına uyğun deyil, amma bunu daha çox sevən insanlar da vardır ki, yəni bunu hər zaman yəni öz menyularında saxlayırlar. Hər hansı bir məkanlarda olarkən, yəni bundan mütləq şəkildə içirlər. Çox maraqlı deyil Rəna xanım, əslində portağal şirəsindən kofeni qarışdırmaq kimin ağlına gəlib görəsən? Dün o qədər məlumat, reseptlər öyrəndik ki, bizə çox uzun vaxt lazım olacaq ki, onları dadaq, sizlə kəşf edək. Həqiqətən, mən də bir daha şans verməyi düşünürəm. Və çox gözəl bir haldır ki, bu hamısı bizim menyuda Xonça Şirniyyət evində vardır.
və hər kəs gəlib bunu dada bilər. Buradan da bütün qəhvə sevənlərə deyə bilərik ki, bütün kofelərimiz südlərlə hazırlanır və bəzi müştərilərimizin laktozasız süd, kokoz, badam, bu kimi yəni seçənəklərimiz də vardır. Yəni hər bir müştərilərimizin ağız dadına uyğun olaraq siroplarımız da mövcuddur. Yəni biz hər hansı bir içki hazırlayarkən tək özümüzü yox, bütün müştərilərimizi nəzərə alaraq bir menyu yaratmağa çalışmışıq. İnşallah buradan bütün müştərilərimizə səslənirik ki, tez bir zamanda bizim qonağımız olub yeni içkilərimizdən dadmağa gəlsinlər. Çox gözəl, əlbəttə. sağ olun. Həm də Xonçadan söhbət edərik. Elvin bəy, siz özünüzün dad fəlsəfəsi ilə bizimlə bölüşə bilərsinizmi? Və bizim barista hansı kofelər sevir? Əlbəttə ki, bölüşə bilərəm. Bayaq vurğuladığım kimi mən acı kofeləri bir o qədər sevmədiyimə görə daha çox şirin və yüngül kofeləri sevirəm. Və gördüyünüz kimi və bayaq da dediyim kimi qabağımda Rafın klassik versiyası vardır ki, yəni bunu damaq zövqümə bu daha çox uyğundur. Amma bu insandan insana fərqlənir. Bəs Elvin bəy, sizcə yaxşı kofenin meyarları nələrdir? Yaxşı kofenin meyarları onun üyütmə dərəcəsidir, suyun istiliyidir, təzyiqidir, saxlanma temperaturudur. Yəni bu həssas meyarlar vardır ki, bunlara yəni hər bir kəs əməl etməlidir və yaxşı bir intensiv qəhvə alınması üçün. Və insanların əslində bir çoxunun məncə bu barədə məlumatı yoxdur, amma xüsusilə bu formada və yaxud üyüdülmüş formada qəhvə dənələri aldıqda insanlar elə düşünürlər ki, onun istifadə tarixi məhdudiyyəti yoxdur və bitənə qədər istədikləri qədər onu evdə saxlaya bilərlər, amma əslində müəyyən müddətdən sonra qəhvə dənələri də xarab olmağa başlayırlar. Bəli, bunlar haqqında istəsəz qısa bir danışa bilərəm. Hər bir kofe paketində olduğu kimi onların istehsal tarixi vardır və həmin istehsal tarixindən 18 ay sonraya qədər, yəni saxlama bir müddəti vardır. Həmin paketi daha rütubətli olmayan yerdə, yəni müsbət 4 və müsbət 10 dərəcə soyuqluqda mütləq saxlanılması vacib şərtlərdən biridir və onun qapağını açarkən istifadə olunduqdan sonra mütləq şəkildə qapağını bərk halda sıxıb, yəni rütubət içərisinə daxil olmamalıdır. Evdə professional avadanlığı olmayan və ya kofe maşını olmayan insanlar təbii ki, evdə də bir kofe hazırlamaq istəyirlər. Rahat bir belə və fərqli bir üsulla necə hazırlaya bilərlər? Evdə ən rahat xanımların daha çox sevdiyi türk qəhvəsi, yəni hər bir evdə yəqin ki, ola bilər cəzvə ilə türk qəhvəsi hazırlanması daha məhsul uyğundur. Amma yəni fərqli bir şey istəyirlərsə, marketdən narın bir espresso alıb, narın bir kofe alıb, üzərinə bir qaşıq, 2 qaşıq kofe, 2 qaşıq şəkər tozu və 1 yemək qaşığı qaynar su olunmalıdır və 10-15 dəqiqə bunu yaxşı bir həll olunmalıdır ki, südə və buza tökəndə yaxşı bir həll olsun və daha yaxşı bir dad alınsın. Hə Elvin bəy, indi isə ən maraqlı sual. Bəs Xonça Şirniyyat evində hansı kofelərdən istifadə olur və niyə məhz biz bu brendi seçmişik? Bəli, əlbəttə ki, yəni biz premium şirkətlərlə işləyirik. Bizim müştərilərimiz daha çox kofelərdə müsbət rəy alırıq və biz həmin şirkətlərdən yəni işlədiyimizə görə heç bir narazılığımız yoxdur. Yəni doğru yoldayıq. Doğru yoldayıq, bəli. Yəni buna görə də müştərilərimiz ürək rahatlığı ilə yəni gəlib Xonça Şirniyyatlar evində gəlib kofelerimizdən dada bilərlər. Və ən çox da rəylər bizim kofelerimizlə bağlıdır Xonça Şirniyyat evində. Bəli Elvin bəy, bugün qonağımızı seçməkdə düşünürəm heç yanılmamışıq və çox maraqlı hekayələr, reseptlər danışmışsınız. Düşünürəm ki, bu da təkan olub ki, məhz bu peşəni seçmişsiniz, doğrumu? Bəli, düzdür. İzləyicilərimizə də deyə bilirik ki, belə bir peşəkar baristamız var və buyursunlar, hər bir çeşid qəhvəmizi dadsınlar və düşünürəm ki, müştərilərin fərqli bir menyuda olmayan sifarişimizi də biz yerinə yetirə bilərik. Bəli, xanım, düzdür.
Bizimlə bugün maraqlı söhbətinizə görə təşəkkür edirik Elvin bəy. Çox Rəna xanım. Mən də sizi kimi təşəkkür edirəm. Çox sağ olun, Sağ var olun, olun. çox maraqlı oldu Bəli. və biz Zərifə xanımla bu gün Elvin bəy danışdıqları reseptləri hamısını kəşf eləməliyik. Təbii ki, qəhvə olduğu üçün bunu bir gündə edə bilmərik, amma ləzzətimizi, vaxtımızı deyərəm ki, qəhvə ilə, kofe ilə uzadacağıq. Bu verilişlərdə bizimlə birlikdə olduğunuz üçün təşəkkür edirik. Gələcək verilişlərdə yenidən görüşərik. Odur ki, bizi izləmədə qalın.